Her vaxtınız xeyirli olsun əzizlərim. Bugünkü videomuz içimizdeki ses. Görüşəm möhtəşəmdir. Cadı torbasından, buradaki olacaq əfsanəvi tarot kartından gəlmişik və bu efirimiz çox maraqlı olacaq. Diqqətlə və səbirlə izləyirik əzizlərim. Möhtəşəm, necə deyərlər, kartlarım və onlarla sizə danışığa gəlmişik. Bu bir müraciət eləyəcəyik. Möhtəşəm mənim kristalımla gəlmişik. Mənim üçün günəş simvolunu və günəş elementini bildirir. Uğur, xoşbəxtlik, sevinç gətirəcək kristaldır və enerjidir. Əlimizdə tutacağıq. Ve möhtəşəm bir kitap tövsiyəsi, Türk kültüründə Kadın Şaman kitabıyla izlərim. Bunu tövsiyə edəcəm. Füzuli Bayatın, belə deyək, yaratdığı möhtəşəm əsərdir. Türk şaman qadınlarının həyatı və onların ümumiyyətlə bütün spirituallığı və mistikası haqqında dərin məlumat verir. Namaste deyərək əzizlərim, başlayaq efirə. Bu efir çox maraqlı bir efir olacaqdır ki, hər birimizə aid olacaq həyatımızda. İç səsim, daxili iç səsimizdən danışacağıq ki, bu səs bizim həyatımızda həddindən artıq vacib və önəmli yerləri tutur əzizlərim. Nə zaman ki biz sizinlə həyatımızda hər hansı bir çətin, narahat edən, oradan çıxış yolu görə bilməyən, topik bildiyimiz situasiyada olarkən, içimizdən nazik, incə bir səs bizə hər şeyin çıxış yolunu anladır. Və biz həmin an o situasiyadan çıxmış oluruq. Və bunu bir Tanrının möcüzəsi bilirik ki, içimizdəki səsə biz tabi olduq, təslim olduq və o bizi xilas etdi. Və əzizlərim, bu, belə deyək də, mövzu insanları çox düşündürür ki, mənə, məsəl üçün, tələbələrimdən, seansa gələcək insanlardan, çoxlu insanlar, yəni məni tanıyarkən, özlərindəki olacaq hər hansı bir qabiliyyətin olduğunu hiss edir. Rəna, məndə belə bir qabiliyyət var, amma mən buna bir çıxış yolu, bir istifadə yolu tapa bilmirəm. Bu nədir? Və mənim belə deyək də enerjim, missiyam, yolum, fəaliyyətim məhz bu cür insanların aşkara çıxarılması, oyadılması və təhsil verilməsi əzizlərim ki, siz bu gücünüzü idarə etməyi öyrənəsiniz. Necə ki, vaxtında mən, belə deyək də, bu potensialı özümdə tapırdım, amma anlaya bilmirdim ki, nədir, niyə bu baş verir, kifayət qədər bilik yox idi insani təfəkkürdə. Ruhum üçün təbii ki, hər şey agahdır. Və mən bu bilikləri öyrəndikdən sonra özümdəki potensialı açdım, idarə etməyi öyrəndim və bugün məhz həmin insanlarla işləyirəm. Yaşından, cinsindən, irqindən fərqli və asılı olmayaraq. Hardakı insanların həmin daxil iç səsləri həddindən artıq çoxdur və yalnız iç səsləri deyil əzizlərim, başqa bir qabiliyyətləri belə o iç səsindən doğur o insanların içərisində və bunu öyrənərək, bilərək, təhsil alaraq istifadə etməyə başlayırlar. Və bu istifadə təbii ki, insanların xeyri üçün də əzizlərim. İndi birincisi, istəyirəm sizə bundan başlayayım ki, bir çox insanlar bu sual verir ki, Rəna, bəzən içimizdəki o iç, belə deyək də, səsin hardan gəldiyini, nə olduğunun fərqinə vara bilmirik. Yəni, bu bizə, belə deyək də, ağlımızdan mı gəlir, yəni ağlımızın uydurmasıdır, mən mi indi bunu özümə cəfəngiyyat mı uydurmuşam? Bunu mənə kimsə mi deyir, mən kiminsə mi, nəsə tabiyəm mi? Və bu həqiqətən agahdan, yəni deyir, Allah Taaladan, ali mənliyimdən, ruhumdan mı gəlir, yəni işıqlı bir məqamdır mı? Və bunu nə cür təyin edək, nə cür bilək ki, içimizdəki bax bu səs həqiqətən bir işığa xidmət edən bir səsdir və mən ona hər dəfə təslim olum, qorxmayım, onun dediklərini eləyim və uğur qazanım. Və çox əfsanəvi bir suallardan biri də əzizlərim. Deyirəm, möhtəşəm ki, bu sualları verirsiniz və verməyiniz lazımdır. Birinci fərqinə varmalıyıq ki, həqiqətən də insanların psixoloji, belə deyək də, yarandığı gərgin, stresli məqamlarda özlərində xüsusi formalaşmış travmatik proqramlar olur.
Və insanlar həmin qorxunun proqramı ilə içərdən, iç səsindən idarə olunmağa başlayırlar. Və bunun fərqinə varmırıq ki, mən indi qorxumla mı idarə olunuram, yoxsa sevgimlə, şuurumla, ali mənliyim və ruhumla mı idarə olunuram? Burada bilməlisiniz, qorxudan idarə olunacaq içdəki səs sizə daima maneələrimi göstərəcəkdir. Sizə bunun mümkün olmadığını deyəcək və qorxub qaçdığını görəcəksiniz. Və siz bu düşüncəyə tabi olacaqsınız içəridə əzizlərim, fərqinə varmadan. Və o səsə arxalanacaqsınız, qorxunuzu yeniləcəksiniz, çünki qorxu içəridə çoxdur artıq, böyütmüşük onu. Müəyyən həyat, şərait, situasiya, aldığınız düşüncələr, prinsiplər, proqramlar, modellər nə? Qəlibləşir və insan o səslərə qulaq asır. Və ilk öncə olaraq, burada bunun fərqinə varmalıyıq. Və anlamalıyıq ki, içimizdəki səs bizi daima artım, sevgi və işığa, hərəkətə, cəsarətə və qorxmamazlığa gətirəcək. Amma içimizdəki qorxu və mənfi tərəf bizi məhz bu istədiyimizdən yan keçirtməyə çalışacaq. Və o zaman biz fərqinə varırıq ki, biz bu düşüncənin arxasından getməməliyik. Onun bizə söylədiyi versiyanı ilə idarə olunmamalıyıq və onu seçməliyik. Bu vacib və önəmli məqamdır. İkinci olacaq, insanın həqiqətən doğuluşundan aldığı karmik, ağıl və şuur forması var. Bunu məhz güclü şəkildə astrologiya isə izah edəcək ki, sizin ağlınızı idarə edən hansı planetlər var? Bu planetlərin əsasında biz insanın ağlının, belə deyək də, sattva, yəni daha çox işıq və pozitiv anlamda idarə olunduğunu və yaxud demonik dediyimiz, belə deyək, hardakı aşağı enerjilər, belə deyilir, cinlər mi, varlıqlar mı və ümumiyyətlə necə deyilir, mənfi. Bu insanın ağlı buna doğru yönələcəkdir. Və burada əzizlərim, ilk öncə olaraq biz sizinlə dünyanı iki reallığa bölünməliyik. Yəni mənfi və müsbət, mənfinin qurbanıyıq, müsbətin qəhrəmanıyıq. Xeyr. Biz sizinlə daima qızıl orta hədddə olmalıyıq ki, hər iki qüvvə bütövə xidmət eləyir. İşıq da və qaranlıq da bütövə xidmət eləyir. Çünki bunları yaradan var və onların sahibi var əzizlərim. Heç nə boş-boşuna yaranmayıb. Hər bir yaradılışın özünün mahiyyəti və missiyası var. Və biz sizinlə bu məqamda, əgər astroloji anlayışdan da bizim ağlımızın, necə deyərlər, daha çox, belə deyək də, satvik bir məqamda, xeyir anlayışına mı, pozitivə mi düşünürəm? Bunu biz sizinlə çox gözəl şəkildə müşahidə edəcəyik ki, İnsanların reaksiyası. Nə zaman hər hansı bir hərəkət baş verərkən fərqi yoxdur, müsbətdir, mənfidir. İnsan hər zaman onun içərisində müsbətimi görür, yoxsa mənfini görür. Bu önəmli məqamdır. Və bundan artıq təyin edirsiniz ki, mənim düşüncəm daha çox, belə deyək, qaranlığa yönəlikdir. Mənim düşüncəm daha çox işığa yönəlikdir. Bu proseslər də insanın ağlında və şuurunda yaranır ki, İnsanlar bu düşüncələrlə, o enerjilərdən, doğacaq ideyalarla idarə olunur həyatında və xüsusi karma yaradırlar. Yəni, məhz sənin, deyirik, xəyanətkar bir ağılın, bu enerjilər var və səndə o yaranır və o karma formalaşır istəklərin əsasında. Anlayırıq məzlərim. Və növbəti olacaq səs bizə içimizdən, bizim ruhumuzdan, yüksək mənliyimizdən, Tanrının birbaşa özündən, necə deyərlər, onun enerjilərindən gələcək çox incə, çox nazik və çox alicənab şəkildə sizə bunu sırmadan söylənilən, eşidilən, hiss elətdirilən və duyulan səsdən danışacağıq. Əzizlərim, bu səsi biz hər zaman eşidə bilmirik. Bu səs çox nadir məqamlarda, fərqi yoxdur, insanın, belə deyək, bəsrəti açıqdırmı, yəni belə deyək, görə bilirmi, eşidə bilirmi, duyurmu, necə deyərlər, yüksək qüvvələrlə ünsiyyətdədirmi, telepatik bacarıqlara yox. Bu insanın artıq ruhundan ona gələcək mistik qabiliyyətləridir. Amma hər bir mistikanın da elmi izahı var. Çünki magiya dediyimiz anlayış elmdə istərim, cəfəngiyat deyil. Bu səs, yəni sənin bacarığın var, bacarığın yoxdur, sənin içindən səslənəcək və sənin həyatında ən mühüm məqamlarda sən o səsi eşitmiş olacaqsan, yəni. Səssiz, yəni çox nazik şəkildə səslənərək sənə həqiqət açacaq və o həqiqəti sən, yəni qəbul edərkən
həqiqətən xoşbəxtlik tapacaqsan və etdiyin hər bir hərəkət sənə uğur gətirəcək, bolluk gətirəcək və sevgi gətirəcək. Amma təbii ki, əgər biz dinləmiriksə, yəni içimizdəki dediyim əvvəlki səslər çox basırsa, biz ona doğru getmirik. Əzizlərim, bu məqamda anlamağımız lazımdır ki, indi məni dinləyəcək, belə deyək də, həqiqətən özündə bacarıqları aşkar etmiş, profesional şəkildə olan, kimlər ki, artıq insanlarla işləyir, onlar dinləyir. Kimlər ki, məsəl üçün, bu yolu hələ yeni addımlayır və özündə bu bacarıqları hiss eləyir. Kimlərsə ümumiyyətlə heç buna inanmır, təsadüfən nəsə qarşılarına çıxır və çox skeptik və məntiqi yanaşırlar. Və hər bir pozisiyalar özünüzə məxsus şəkildə doğrudur, əzizlərim. Demək ki, bu sizin indiki reallığınızın həqiqətidir. Biz bu həqiqətlə idarə olunacaqsa, hər birimiz yol gedəcəyik. Və o yolda bizi gözləyəcək, çoxlu olaylar baş verəcək, situasiyalar. Və biz nə? Karma yaradacağıq. Həmin karmanı yaratmamaq üçün içimizdəki o ali səs bizə hər zaman orta balansın sirlərini açır. Nəql edir. İçəridə dialoq şəklində bu insanın baş verir. Harada ki, sən həqiqətən içindən sual verirsən və o sənə doğru cavab verir və sən bu möcüzəni yaşayırsan ki, wow, bu mənəmmi? Özündən fərəhlənirsən, sevgi duyursan özünə və sonra deyirsən ki, yox, bu Allahdandır və Allah sən eyni məqam anlayışında sevgini duyursan, özünü ora təslim etmək, yox, o Allahdır, mən bəndəyəm və nə? İnsanın nə cür sevgiyə özünü layiq bilmədiyini görürük və aşkar edirik. Bu səs, əzizlərim, həqiqətin səsidir ki, içimizdə oyandıqda bizi bizə göstərir. Mənim tələbələrimin mənə verdiyi çox maraqlı bir sual var idi ki, Rəna, mən özümlə artıq danışmağa başlamışam, mən dəli olmamışam ki. Bunu bir çox tələbələrdən eşitmişəm və yanıma gələcək insanlardan ki, hansından ki biz artıq müəyyən bir etap keçmişik, bir yol keçmişik, şəfa tapmışıq və o insanlar özləri ilə danışmağa başlayırlar. Və bunun ilkin deyiri, həqiqət reallığını özünü dəli zənn edir ki, mən nə cür özümlə danışa bilirəm, yəni mən dəlimi olmuşam, mən özümlə danışıram. Mənim söylədiyim cavab ki, dəlilik deyil, həqiqət baş verir səninlə. Və bu iç danışığındır ki, harada ki özünü özündən öyrənirsən, özünü özündən kəşf edirsən və dərk edirsən ki, sən kimsən. Çünki yetər ki, özündən oturub söhbət etmək, danışmaq və həqiqət sənə açılır. Məni anlayan insanlar var, kimlər ki artıq özü ilə danışır və bunu dünyanın ən böyük, necə deyirlər, sevgi dəliliyi həqiqəti bilir. Və deyir, kaş ki, hər kəs belə dəli olsun. Çünki biz bilirik ki, Koroğlu'nun da dəliləri var idi, yox. Və igid, cömert anlayışı idi, qəhrəman anlayışı idi dəli olmaq. Və biz biraz dəliliyi, yəni insanın çılğınlığına, ağıl çılğınlığına gətiririk. Özü ilə danışmamaq insanı dəliliyə gətirir, ağıl çılğınlığına gətirir əzizlərim. Bunun fərqinə varmağımız lazımdır. Çünki biz insanlarla, real aləmlə ünsiyyətdə olduqda bizimlə nə baş verir? Transformasiya, dəyişim, biz nəyisə öyrənirik, yox, nəyisə öyrəndiklərimizi paylaşırıq, alırıq, qəbul edirik, yox. Bu proses bizim aramızda nə qədər, belə deyək, yüksək səviyyədədir, nə qədər keyfiyyətli səviyyədədir. Və biz təbii ki, insanlardan negativ proqramlar ala bilirik, ünsiyyətdə, adi məişətimizdə fərqinə varmadan və şuurumuz onu proqramlayır və sonra nədən bu baş verir anlaya bilmirik. Ona görə ki, məqam budur ki, biz ilk öncə olaraq özümüzlə danışmağa başladıqda, özümüzlə ünsiyyət qurmağa başladıqda bizə hər şey agah olur əzizlərim. Səmimi, dürüst, vicdanlı, özünlə oturub həqiqəti anlatmaq səni rahatladır. Vicdanın içindən danışmır. Biz bilirik ki, vicdan səsi məhz Tanrının həmin səsidir əzizlərim. Amma bəzən insanlar bu vicdan anlayışında çılğınlığa girə bilirlər ki, özlərini içdən məhv eləyirlər. Bu prosesdə balanssızlığın, belə deyək, olmağıdır ki, insanın içərisində işıq və qaranlıq balanssızlığı var. İnsan yalnız işığı qəbul edir, qaranlıqdan imtina eləyir və ya qaranlığı qəbul edir, işıqdan imtina eləyir. Və bu proses bizim həyatımızda dediyim kimi həmin karmanı yaradır. İç səsimiz intuisiyanın səsi, ruhumuzun, ali mənliyimizin və Tanrının səsi, haradakı birbaşa olaraq, buradakı necə deyilir, mərkəzi çakramızdan açılaraq biz həqiqəti anında olaraq dərk edirik və həmin həqiqətə uyğun hərəkət edərkən
uğur əldə edirik əzizlərim. Ona görə bu videoda ümidvaram ki, başa düşə bildik ki, iç səsimiz nə zaman həqiqətən işıqdandır, həqiqətdəndir fərqinə varırıq və onun dediklərini qorxmadan hərəkətə keçirik və seçirik əzizlərim. Amma içimizdəki olacaq səs əgər bizi qorxuya, mənfiyə, negativə və yaxud istədiyimiz hərəkətin necə deyirlər arxasında dayanmamağa və biz həqiqətən də o səsə tapınarkən doğrudan da yanıldığımızı görürüksə, bu artıq bizə cavabdır. Təbii ki, hər situasiyalar individualdır əzizlərim. Bunun da fərqinə varmalıyıq ki, yəni ümumi olacaq bilgilər var və bu bilgilərə əsasən insanların səviyyələri var ki, hər bir insan özünə məxsus səviyyədədir. İstəyirəm ki, bu açılımı biz indi sizinlə sizdəki olacaq potensialı və qabiliyyəti açaq. Axından bu videonu izləyəcək hər kəsin potensialı, ruhani gücü nədədir, onu bizə göstərir. Və gəlin əzizlərim, 1 seçək, 2 seçək, 3 seçək. Ağlınızda 1, 2 və ya 3-cü kartı seçirsiniz. Birinci kartı açırıq. İlk öncə olaraq daxilinizdə belə deyək də dəyərli bilmək özünü və həqiqətən xüsusi bir nəsildən gəldiyinin fərqinə varmaq. Anlamaq ki, bu artıq sənin doğuluşundan, kökündə, içində və qanında var bu potensial, güc. Sənə sadəcə olaraq onun fərqinə varmaq, ona dəyər vermək və ona hörmət etmək lazımdır. Bu zaman sənin özünün həyatındakı olacaq. Puldumu, bolluk, bərəkətdirmi, uğurdumu? Bu proseslər sənin həyatında tam rahatlığından gələcək. Və buradakı olacaq, bax, pozisiyanı yaşayacaqsan ki, haradakı rahatsan, azadsan, xoşbəxtsən, quşlar və bülbüllərin içindəsən. Ümidvaram anladınız öz potensialınızı. İkinci karta baxırıq. İkincini seçənlərin həqiqətən güclü bir potensiala sahib olduğunuzu göstərir. Birbaşa, baş arkan, dünya arkanı gəlib əzizlərim. Sizin özünüzdə insanları yeniləyə bilmə qabiliyyəti, onların içərisində həqiqətən azadlıq vermək, fərqli baxış, fərqli dünya vermək qabiliyyəti var. Güclü diplomatiya qabiliyyətiniz var, danışıq, ünsiyyət və ən möhtəşəm azadlıq vermək. İnsanlara bu cür potensialı yaşada bilərsiniz. Üçüncünü seçənlər, möhtəşəm növbəti baş arkanı, imperatriçə gəlir, 3-cü arkanımız və burada sizin çox güclü bir lider qabiliyyətinizin, havadan sudan pul yarada bilmə qabiliyyətinizi, bolluk ilahəsi olduğunuzu və bu sizin mistik qabiliyyətinizdir, bu sizin ruhani qabiliyyətinizdir və bu prosesi özünüzdə duyub, tapmağınız, öz potensialınıza sadiq qalmaq, içinizdəki lider potensialını, qadın gücünü, bolluk, bərəkət, havadan və sudan pul yarada bilmək, bu sizin, belə deyək də, gücünüzdür və bu gücünüzü qəbul etməlisiniz. Ümidvaram ki, cavab da verdim sizə gücünüzlə bağlı və bütün bu potensialınızın aşkar edilməyində, onun idarə edilməyində Ali Magiya Akademiyası var ki, bu akademiyada sizin özünüzdə təhsil alaraq öz mistik potensiallarınızı üzə çıxardıb onunla qürur duyacaqsınız. Öpürəm hər birinizi.